dostlar, hər birinizə. Ümid edirəm ki, hər biriniz yaxşıdır. Tanıyanlar üçün mən Nailə, tanımayanlar üçün də mən Nailə. Bugün sizinlə ingilis dilinin birinci bölməsindən, yəni isimdən danışacağıq və isimlərin morfoloji quruluşundan danışacağıq. İlk öncə bunu demək istəyirəm ki, dərslərdə, dərs izahlarında birinci izahları verəcəm. Burada qeydləri çıxardacağım. İstəyirsiniz, qeydləri buradan götürə bilərsiniz. Amma ilk öncə dərs izahlarına baxın, daha sonra izahlara baxın. Çünki bəzi izah, belə deyək də, formalar var ki, siz onları bilmədən heç bir şəkildə anlaya bilməyəcəksiniz. Sözü çox uzatmıram və dərs izahına keçirəm. Azərbaycan dilində olduğu kimi ingilis dilində də sözlər 3 yerə ayrılır. Sadə, düzəltmə, mürəkkəb olaraq. Sadəyə, elə birincidən burada yazaq. Sadəyə simple yadınızda saxlayacaqsınız. Yəni sadə isim bərabərdir simple-a. Ondan sonra ikincisi bizim düzəltmə dediyimiz kök və şəkilçidən ibarət olan belə sözlərdir. Biz ingilis dilində kök ayrı, şəkilçi olaraq ayrı götürürük və şəkilçiləri də özlüyündə 2 yerə bölürük. Sufikslər, bir də prefikslər olaraq. Biz ən çox sufikslərdən istifadə edəcəyik və sufiksləri əzbərləyib öyrənməyə çalışacağıq. Çünki ən çox qabağımıza sufikslər düşür. Prefikslər çox düşmür. Önəmli olan sufikslər var. Onları da burada indi qeyd edəcəm. Sufiksləri necə yadınıza saxlayacaqsınız, onu da deyəcəm. Deməli, düzəltmələr isə derogativ noun, yəni düzəltmə isimləri də belə yadınıza saxlayacaqsınız. Düzəltmə bərabərdir derogativ. Və ən sonunda da gəlirik compound isimlərə, yəni mürəkkəb isimlər. Deməli, bunları necə yadınıza saxlaya bilərsiniz? Mən həmişə belə yadımda saxlayıram. Sadə, simple, hər ikisində C var. Düzəltmə, derogativ, hər ikisində də var. Bir dənə compound yadınıza saxlayacaqsınız. O da mürəkkəb deməkdir. Mən bunu necə yadımda saxlayırdım? Axı evdə bəlkə analarınız, yəni bəlkə yox da çox böyük ehtimalla analarınız kompot düzəldir və kompot düzəldilməsi də biraz mürəkkəb bir işdir deyə yadımda saxlayırdım. Ümid edirəm sizin üçün də elə uyğun olar, elə yadda saxlamaq. İndi mən gəlirəm sizinlə. Sadə isimlər zaten asandır. Onlar sadəcə tək bir kökdən ibarətdirlər. Məsələn, sadə isim nə ola bilər? Pen, yəni qələm. Və yaxud da ki, child, yəni uşaq. Və yaxud da ki, nə bilim, hər hansı bir şey, toy, məsələn, oyuncaq deməkdir. Tamamən sadədirlər. Heç bir şəkilçilər yoxdur, prefiks yoxdur, sufiks yoxdur, yanında hər hansı ikinci bir söz yoxdur. Bunlar tamamən sadədir. Sadə isimləri ayırt etməsi asandır. Mən düzəltmə isimlərə gəlmək istəyirəm. Düzəltmə isimlərdə bizim ən çox istifadə etdiyimiz, ən çox belə deyək də qarşımıza çıxan bir neçə sufikslər, yəni söz sonu şəkilçilərimiz var. Hansılardır bunlar? Nes, nes, ment, dom, sheep, hood. Ondan sonra və tion, sion. Deməli, ən çox istifadə etdiyimiz bu hes yazılıb. Nes olacaq. Nes, ment, dom, sheep, hood, ion, tion, sion. İon da var. Onu da yazaq. Və bizim sözlərimiz var. Hansı? Məsələn, artist, daha sonra actor, daha sonra actress. Bunlar niye yazdığımı size diyeceğim. Daha sonra teacher ve student. Deməli,
aldıq. Buradakı IST şəkilçisi, OR şəkilçisi, S şəkilçisi, R və N şəkilçilərinə diqqət edəcəksiniz. Çünki bunlar bu sözlərin altına mavi ilə çəkdiyim həmin bu yerlər ki var, bunlar bizim sufikslərimiz, yəni söz sonu şəkilçilərimizdir. Yadımızda asan qalsın deyə bu sözlərlə yadımızda saxlayırıq. Deməli, əzbər olaraq sayacağımız nes, ment, dom, ship, hood, ion, tion və siondur. Və siz bunları sayacaqsınız. Artist, actor, actress, teacher, student. Çünki belə yadda saxlamaq daha asandır. Nəinki IST, OR, S, R və yaxud da ki N kimi yadda saxlamaq. Artist məsələn nə deməkdir? Sənətkar deməkdir. Art ümumiyyətlə sənətdir. Artist isə sənətkar deməkdir. Act bir şeyi, yəni act oynamaq, yəni bu oyunculuk mənasında oynamaq deməkdir. Actor isə oyuncu, kişi mənasında. Yenə olduğu kimi act burada oynamaq, actress buradakı nədir? Qadın oyunçu, yəni qadın belə deyək də nə deyirik biz ona? Oyuncu deyirik, qadın oyuncu. Teach öyrətmək, teachdən teach yaranıb, yəni öyrətmən, yəni müəllim yaranıb. Student buradakı study sözündən gəlib, əslində bu. Study belə deyək də dərs, öyrənmək mənasını verir. Student isə öyrənci, yəni tələbə, şagird mənasını verir. Dediyim kimi bunları da bu sözlərdəki sufiksləri də sözlərin daxilində öyrənə bilərsiniz. Mən bir dənə burada neslə lesin fərqini, nes və lesin fərqini sizə öyrətmək istəyirəm. Çünki topuda baxdım. Topuda bu suallara çox önəm verib. Əsasən də sizdən ismi seçməyinizi istənilən və yaxud da ki ismin sufiksləri, yəni ismin söz son şəkilçiləri istənəndə neslə lesi sizi çaşdırmaq üçün testlərdə verirlər. Mən bunu necə yadımda saxlayıram? İsim ingilis dilində noundur. Les isə sifətin şəkilçisidir. Ona hələ gəlmirik. Sifət dərsində izahını daha geniş verəcəm. Deməli, nes olan ismin şəkilçisidir. N-nı yadınızda saxlayırsınız. Les isə nəyin şəkilçisidir? Sifətin şəkilçisidir. Ona görə zəhmət olmasa bunları ayırmayın. Bunları bir-birinə daha doğrusu qarışdırmayın. Mən burada ment şəkilçisinə gəlmək istəyirəm. Çünki bizdə elə sözlər var ki, sonu mentlə bitsə də biz onları nə olaraq görməliyik? Biz dedik ki, ment sufiksdir. Yəni, hər hansısa bir sözə qoşulub yeni bir söz yaradır. Yəni, düzəltmə şəkilçisidir. Amma ment bəzi hallarda, indi onları buraya yazacağım. Ment bəzi hallarda düzəltmə deyil, sözün sonunda da gəlsə sadə isimlərdir. Hansılardır bunlar? Deməli, 1. Element. Daha sonra cement. Niye böyle yazdı? Element. Daha sonra parlament. Monument. Deməli, bu 6 dənə ment var ki, bu mentlər heç biri düzəltmə deyil. Bunların sonunda nə qədər ment görsəniz də, bunların heç biri düzəltmə deyil. Bunların hər biri sadədir. Yəni, bunu belə deyək də,
Məntiqlə də əslində tapa bilərsiniz. İngilis dilində bu menti çıxardım buradan. Menti deyək ki, buradan sildik. Axı düzəltmədir. Yəni hər hansısa bir sözə qoşulub təzədən bir söz yaradıb da, deməli onu çıxartsaq, o düzəldilməmişdən qabaqki söz orada qalmalıdır. İngilis dilində elə deyilən bir söz yoxdur. Məsələn, və yaxud da ki, parlamentdən menti çıxardaq. Parlia deyilən bir söz ingilis dilində yoxdur. Və yaxud da ki, monumentdən menti çıxardaq, mono deyilən, və yaxud da ki, momentdən mo deyilən, və yaxud da ki, dokumentdən docu deyilən, və yaxud da ki, sementdən menti çıxardanda seme deyilən bir şey yoxdur ingilis dilində. Yəni gördünüz ki, yadınızdan çıxır. Menti oradan belə silib görə bilərsiniz ki, ingilis dilində elə sözlər yoxdur. Yəni istifadədə elə sözlərlə biz qarşılaşmırıq. Mən daha sonra buradan ship gəlmək istəyirəm, shipə gəlmək istəyirəm. Çünki ingilis dilində ship həm gəmi mənasını verir, həm də düzəltmə suffiks olaraq, yəni düzəltmə şəkilçisi suffiks olaraq, söz sonu şəkilçi olaraq bizim qarşımıza çıxır. Mən sizə buradan 5 dənə belə deyək də şey yazacağım. 5 dənə söz yazacağım. Hansı ki sonu shiplə bitəcək, amma düzəltmə olmayacaq, mürəkkəb olacaq. Çünki gəmi mənasını verəcək. Ümumiyyətlə ship gəmi mənasını verdikdə sözlər daxilində o zaman o mürəkkəb olacaq. Əgər ship düzəltmədirsə, o zaman nə olacaq? Daha doğrusu sözün sonunda gəldikdə və gəmi mənasında tərcümə olunmadıqda nə olacaq? Düzəltmə olacaq, yəni suffiks olacaq. Burada 5 dənə sözümüz var ki, onlar hamısı mürəkkəbdirlər, sonu shiplə bitsə də gəmi mənasını verirlər. Deməli, warship, ondan sonra bunu bura çəkək. İstəyirsiniz shipləri arxa-arxa yazaq. İkinci olaraq battleship. Daha sonra üçüncü olaraq burada spaceship var. Steamship. Bunlar niye burada geldi? Bir dakika, bunun böyle altından getirerek. Daha sonra beşinci olarak da desert ship var. Deməli dostlar, bu warship, battleship, spaceship, steamship və desert ship bizim sonu shiplə bitən, amma mürəkkəb olan isimlərimizdir. Bunlar düzəltmə deyirlər, mürəkkəbdirlər. Warship, battleship hər ikisi müharibə gəmisi deməkdir. Spaceship, yəni bu göndəriləri uzaya uydu olaraq. Ondan sonra desert ship də səhra gəmisi deməkdir. Yəni bu sözlər mürəkkəb isimlərdir. Bu sözlər nə deyirlər? Düzəltmə isimlər deyirlər. Amma bu 5 dənə shipdən başqa, məsələn, görəcəksiniz ki, friendship, məsələn, friendship və yaxud da ki, leadership. Və bunların hamısı, görürsünüz, bunun da sonunda ship var. Friendship olsun, leadership olsun, o olsun, bu olsun. Bunların hamısı nədir? Düzəltmədir. Amma bizim bu 5 dənə shiplərimiz ki var, bunların hamısı nədir bəs? Bunların hamısı mürəkkəbdirlər və bunlar əzbərlənməlidirlər. Bir də dostlar, burada man, woman sözləri var. Ümumiyyətlə, man, woman sözləri əgər bir başqa sözün sonunda gəlirsə, çox zaman onlar nə olur? Mürəkkəb olur. Məsələn, sportman.
Sport, men. Deməli, sport bildiyimiz kimi sport yəni idmandır. Mən də adam deməkdir. Bu nə olur? İdmançı mənasını verir və mürəkkəb sözdür. İki ayrı müstəqil sözdən ibarət olduğuna görə. Amma İngilis dilində 4 dənə söz var ki, bu sözlərin sonu mən women'dən bitsə belə, bunlar nə deyirlər? Mürəkkəb deyirlər, sadə isimlərdir. Bir dəqiqə mən bunu buranı da silək. Ümid edirəm ki, əgər kimdəsə qeyd yoxdursa, buradan qeydlərinizi götürün və buradan yazın qeydlərinizi. Mən izahı verdikcə ən son bir dəfə belə burada yazdıqlarımın hamısını yekun olaraq sizə deyəcəm. İstəyirsiniz orada da qeydlərinizi götürə bilərsiniz. Dediyim kimi, sonu mənvuvəndən bitən bir çox söz əslində mürəkkəbdirlər. Amma 4 dənə sözümüz var ki, o 4 söz nədirlər? Mürəkkəb deyirlər, sadə isimlərdirlər. Məsələn, Norman. Daha sonra ikinci olaraq Roman. Üçüncü olaraq German. Bu birinci ders izahıdır. Ona göre tam olarak potansiyel göstərə bilmirəm, amma ümid edirəm ki, diğerlərində daha yaxşı olacaq. German. Canısı kimi yazdım. German. Ve dördüncü olarak human. Bu 4 dənəsindən başqa dostlar. 4 dənəsindən başqa sonu mən, women'dən bitənlərin hamısı demək olar ki, mürəkkəbdir. Bu sportman olar, nə bilim, heroman olar, o olar, bu olar. Bunların hamısı nədir? Mürəkkəbdir. Amma Norman, Roman, human, German bunlar isə sadə isimlərdirlər. Çünki məsələn human. Human nə deməkdir? İnsan deməkdir, sadədir. German nə deməkdir? Almandır, sadədir. Roman da yəni Romanlı mənasını verir, sadədir. Norman da normanlar dediyimiz irq var, həmin odur. Yəni insandılar. Yəni bunlar mürəkkəb isimlər deyirlər, sadə isimlərdirlər. İndi mən buradakı bu belə deyək də bunları bir silim. Bu maviləri bir silək və siz buradan son dəfə qeydlərinizi götürün. Deməli dostlar, dediyimiz kimi sadə simple deməkdir. Düzəltmə dekorativ, mürəkkəb isə compounddur. Necə yadınızda saxlayırsınız? Sadə, dekorativ d-dır. Bir dənə siz compoundun, yəni mürəkkəbi öyrənəcəksiniz. Bu bitdi. Bizim suffikslərimiz, söz sonu yazıram bura. Söz sonu şəkilçilərimiz. Hatta şəkilçi yazım. Şəkilçilər. Şəkilçilərimiz nes, ment, dom, şib, hud, ion, tion və siondur. Və siz buradan artist, actor, actress, teacher və student'i əzbərləyəcəksiniz. Bunlar sizin şəkilçilərinizdir. Bir dənə ment daxilində bunları əzbərləyəcəksiniz ki, bunlar nədirlər? Düzəltmə isimlər deyirlər, sadə isimlərdirlər. Hansı? Element, parlament, monument, moment, document və cement. Sonra bir dənə bunları əzbərləyəcəksiniz. Bu şipli, dediyimiz kimi şip düzəltmə şəkilçidir. Amma bu 5 dənə şipimiz ki var. Bunlar nədir? Mürəkkəbdir. Buraya yazıram. Mürəkkəb. Buna sadə yazıram. Sadə. Deməli, warship, battleship, spaceship, steamship, desert ship. Bunlar nədirlər? Mürəkkəbdirlər. Və sonu mən woman'dən bitsə belə sadə olan, sadə isim olan, mürəkkəb isim olmayan
Bunlar sadədirlər. 4 dənə sözümüz var. Norman, Roman, German və human. Dərs izahı bu qədər idi. Mən indi keçirəm sizinlə nəyə? Test izahına keçirəm mən burada. İndi test izahı bunları bildikdən sonra, bunları əzbərlədikdən sonra sizin üçün çox asan olacaq. Mən elə birincisindən başlamaq istəyirəm. Bir dəqiqə, buradan mı yazaq? Bunun özündən yazaq. Pəmbə götürək, heç nə olmaz. Deməli, deyir ki, birinci sualda compound noun, yəni mürəkkəb isimləri seçməyimizi istəyir. Bu qaydaları öyrəndikdən sonra sizin üçün bunları əzbərləmək asan olacaq. Məsələn, necə deyəcəksiniz? Deyəcəksiniz ki, bir də ment şəkilçisi var. Nə idi bu ment? Yadımıza salaq. Nes, ment, dom, şib, hud, ion, tion, sion. Bunların arasındakı sufiks, yəni söz sonu şəkilçisi idi. Deməli, bu düzəltmədir. Bizdensə mürəkkəb ismi istəyir. Ona görə də A variantını çıxıram. Sonra B variantında da ment var. B variantını da çıxıram. C variantında da ment var. C variantını da çıxıram. D variantı qalsın. Y variantında da hud şəkilçisi var, çıxıram. Yine dediyim kimi nes, ment, dom, ship, hud, ion, tion, sion və student, teacher, actor, actress, bunlar artist, bunları əzbərlədikdən sonra testi yazmaq sizin üçün asan olacaq. Birdəki cavab D variantıdır. İkidəki cavaba keçirik. Compound, yəni mürəkkəb isimləri yenə bizdən istəyir. Baxın, bayaq bunu deyirdim. Bizim shiplərimiz nə idi? Spaceship, steamship, desert ship, battleship, warship. 5 dənə ship compound, yəni mürəkkəb idi. Amma qalan bütün shiplərin hamısı nə idi? Düzəltmə idilər. Məsələn, buradakı leadership. Nədir bu? Düzəltmədir, getdi. Tion şəkilçisini görürəm. Nes, ment, dom, ship, hud, ion, tion, sion. Gördünüz tion orada. Deməli, nədir bu? Düzəltmədir. B variantı getdi. Daha sonra yine ment şəkilçisi var. Getdi. Ondan sonra D variantı qalır. Y variantında isə anniversary-ni çıxırıq. Çünki bu, yəni nə deyirlər? Compound deyil. Bizdə qalır seaside və airmail. Yəni bunları ayırdıqda da sea ayrı bir sözdür. Dəniz deməkdir. Side yəni tərəf, yer mənasını verən bir belə deyək də sözü və yaxud da ki airmail olsun. Air havadır, mail isə bildiyimiz, yəni mesaj mənasını falan verir. Yəni əgər söz balansınız da yaxşıdırsa, sizin üçün bunları tapmaq daha asan olacaq. 2-də cavab D variantı olacaq. 3-cü suala keçirəm. Artıq biraz sürətləndirəcəm. Compound isimləri istəyir bizdən. A variantı qalsın. B variantında siz birçok şey çıxa bilərsiniz. Məsələn, ansensi şəkilçisi. Bu getdi. Ondan sonra C variantında yerdir, children'dir. Bunlar sadə isimlərdir. Sizdən mürəkkəb isimləri istəyir, getdi. Sonra D variantında nəyə çıxa bilərsiniz? Məsələn, tion şəkilçisi var, getdi. Y variantında yenə məsələn price sadə isimdir. Bunu çıxa bilərsiniz. Cavab qalır A variantı. Gördüyünüz kimi spaceship verib. Dediyim kimi spaceship, steamship, battleship, warship, desert ship. Bunlar nədirlər? Bunlar mürəkkəbdirlər. Qalan shiplərin hamısı düzəltmədirlər. Seaport mürəkkəbdir. Basketbol da mürəkkəbdir. 3-də cavab A variantıdır. 4-cü suala baxıram. Yenə məndən mürəkkəb isimləri istəyir. Deməli, A variantı qalsın. B variantında dish, məsələn, sadə isimdir, getdi. Ondan sonra forgin və forgindən forginə yaranıb D variantı getdi. Buradakı ev şəkilçisi var. C variantı daha doğrusu. D variantında məsələn people-la defense sadə isimlərdirlər, getdilər. Ondan sonra Y variantında məsələn closes sadə isimdir, tion şəkilçisi var, getdi. Cavab qaldı A variantı. 4-də cavab A variantıdır. 5-ci sual bizdən compound isimləri, yəni yenə mürəkkəb isimləri istəyir. A variantında tion var. B variantı deməli Caesars'dır o. Caesars'dır, getdi. C variantında dom var. Ondan sonra D variantında grass sadə isimdir. Cavab qalır Y variantı. 6-da cavab Y variantıdır. Daha doğrusu 5-də cavab Y variantıdır. 6-cı sual bizdən artıq derivativ
Yəni mürəkkəb, daha doğrusu düzəltmə isimləri istəyir. Yəni biz burada mürəkkəbləri və sadələri çıxacağıq. Məsələn, A variantında Lake sadədir, Life Story isə mürəkkəbdir. Yəni A variantı çıxdı. B variantı qalsın. C variantında Sand məsələn sadə isimdir. Sunrise isə mürəkkəb isimdir. C variantı çıxdı. D variantında chair sadə isimdir. Newspaper mürəkkəb isimdir. Ona görə D variantı da çıxır. Y variantında da stop sadə, city center isə mürəkkəbdir. Y variantı da çıxır. Cavab qalır B variantı. Mənşə keçimimiz ship və ismi. Realdan realism yaranıb. 7-ci suala baxırıq. 7-ci sualda bizdən isimləri seçməyimizi istəyir. Mən bayaq sizə izah edəndə orada sözlərin sonundakı erin çoğu zaman isim yaratdığını dedim. Amma hər sonunda er gördüyünüz sözə siz qalxıb da isimdir bu deyə bilmərsiniz. Tərcüməsinə baxmalısınız. Məsələn, number rəqəm deməkdir. İsmin suallarını verirsiniz. Azərbaycan dilindəki kimlə hara suallarını verirsiniz. Bunlara əgər ismin sualına cavab verirsə, o sizin isminizi götürürsünüz. Əgər vermirsə, isminiz deyir, onu götürmürsünüz. Məsələn, number, nə, rəqəm. Deməli, biri götürdüm. Never, heç vaxt. Nə zaman, heç vaxt. Deməli, isim deyil. İkilərə çıxıram. Daha sonra oza, başqa, yəni başqa mənasını verir. Hansı ya da hər hansı bir mənada, yəni oza deyirəm, başqa yoldan, hansı yoldan, deməli ismin mənasını vermir. 3-ü çıxdım. Neyzə, heç biri deməkdir. 4-ü çıxdım. Lider deməkdir. Kim ya da nə lider və yaxud da ki gardener, bağban deməkdir. Kim bağban. Deməli bizim cavabımız 1, 5, 6 olur. Cavab A variantıdır. 8-ci sualda sizdən sadə isimləri istəyir. Sadələr tapmalısınız. A variantında mənşə keçişvar çıxdı. B variantında school children, housewife, bunlar mürəkkəbdir. Hunt, burada düzəltmədir. Hunt ovlamaq, huntdansa huntə, yəni ovçu yaranıb. C variantı qalsın. D variantında ship, məsələn, burada mürəkkəb, daha doğrusu düzəltmə yaradıb. Hardship, çətinlik deməkdir. Y variantında isə singdən, məsələn, singə, butterfly'da mürəkkəb isimdir. Cavab qaldı C variantı. 9-cu suala baxıram. Yenə bizdən sadə isimləri istəyir. A variantı qalsın. B variantında mushroom mürəkkəbdir. Teach'dən də teacher yarandığına görə, buradakı er şəkilçini görür, bu düzəltmədir, amma bizdən sadəni istəyir. Ona görə B variantını çıxıram. C variantında schoolboy var, mürəkkəbdir, çıxdı. Train sadədir, daha doğrusu qalır o. Bizdən sadə isimləri istəyir. D variantında bookcase var. Bookcase nə deməkdir? Şkaf rəfi deməkdir, mürəkkəbdir və illness var. Gördüyünüz kimi il ümumiyyətlə xəstə deməkdir. Illness isə xəstəlik mənasını verir, isimdir. Yəni düzəltmədir. D variantını çıxırıq. Y variantında da mənşə keçisi var və seaport deyilən mürəkkəb bir söz var. Cavab qalır 9-da A variantı. 10-cu sualda bizdən yenə mürəkkəb isimləri istəyir. A variantında xudu çıxırıq. B variantı qalsın. C variantında deməli domu çıxırıq. D variantında menti çıxırıq. Ondan sonra həm də ACC şəkilçi var. Act-dən actress yaranıb. Y variantında herodan hero isim yaranıb. İsmi şəkilçisini çıxırıq. Cavab qalır 10-da B variantı. 11-də yenə bizdən mürəkkəb isimləri istəyir. Deməli, cruelty-ni və opportunity-ni B variantından çıxırıq. C variantında performdan performance yaranır. Onu, yəni B-C-ni çıxdıq. D variantında tion şəkilçisi var, çıxdıq. Y variantında da tion şəkilçisi var, çıxdıq. Cavab qaldı A variantı, handwriting, yəni əl yazısı və gentleman, yəni biz ona nədir? Alicənab adam deyirik. Cavab qalır A variantı.
12-də bizdən isimləri istəyir. Yenə gördüyünüz kimi hər birinin sonunda er var. Diqqətli olmalısınız. Hər sonunda er gördüyünüzü isim götürə bilmərsiniz. Ola bilər ki, isim olar. Ola bilər ki, sifətin müqayisə dərəcəsi er ola bilər. Məsələn, big, bigger. Deməli, big böyük deməkdir. Bigger isə daha böyük deməkdir. Yəni, isim deyil. Sualına cavab axtarırıq. Bigger, daha böyük. Necə? İsmin sualına cavab vermir. Biri çıxdınız. Daha sonra singer. Singer nə deməkdir? Müğənni deməkdir. Sing sözündən yaranıb oxumaq. Oxumaqdan oxuyan, yəni musiqi mənasında ikini götürürsüz. Ondan sonra large geniş deməkdir. Larger isə daha geniş. 3'ü ona görə, sifət olduğuna görə çıxırsınız. Lead yönətmək, leader isə yönetici. Yəni lider mənasını verir. Cavab ona görə də 12-də A variantıdır. 13-cü suala baxırıq. ING verib. ING də isim düzəldən şəkilçi kimi ola bilər və yəni belə deyək də sifət düzəldən şəkilçi kimi də ola bilər. Məsələn, birinci sualda interesting, maraqlı deməkdir. Sual verək, necə maraqlı deməli, ismin sualına cavab vermir. Ona görə də birləri çıxıram. Daha sonra building, bina deməkdir. Build ümumiyyətlə tikmək deməkdir. Builddən building, yəni bina sözü yaranıb ikini götürürsünüz. During davam edən deməkdir. 3'ü ona görə çıxırsınız. Driving isə əllə çəkdiyiniz şəkillər var. Ona driving deyirik. Drive zaten çəkmək deməkdir. Drive'dan driving, yəni şəkil çıxıb 2-4 cavab C variantıdır. 14-cü sualda sizdən ismi istəyir. Deməli, bir dəqiqə. Bir dəqiqə dostlar, mesaj gəldi. Aha. Deməli, friendly, yəni dostcanlı deyirik də, ümid edirəm elə deyirik. Dostcanlı mənasını verir sifətdir. Fluent də sifətdir. Ona görə də birləri və 2'ni çıxırıq. Cavab qalır. Religion və luxury. Bunların hər ikisi də isimli cavab Y variantı. 15-ci sualda bizdən ismi istəyir. Deməli, A variantında useful var. İstifadəyə yararlı deməkdir. Məsələn, çıxdı. B variantında personal var. Şəxsi deməkdir. Çıxdı. C variantı qalsın. D variantında passif var. Yəni, passif deməkdir. D variantı ona görə çıxır. Bunların bayaq saydıqlarımın hər biri bunlar nədir? Sifətdir, isim deyil. Y variantında da məsələn amusing var. Çıxdı. Cavab qaldı. C variantı shyness, utanqaçlıq deməkdir. Freedom, özgürlük, azadlıq. Brotherhood isə qardaşlıq mənasını verir. 15'də cavab C variantıdır. 16'da sizdən isimləri istəyir. Yenə isimləri istəyir. Famous, populyar, famous. Bunlar sinonimdir və şöhrət mənasını verir. Şöhrətli, şöhrət mənasını verir. Ona görə A variantına çıxırıq. B variantında difficult var, çətin deməkdir, çıxılır. C variantında lovely var, məsələn, sevimli, çıxdı. D variantında harmful, zədəli deməkdir, çıxdı. Cavab qaldı Y variantı. Neighborhood, qonşuluq. Kingdom, deməli, krallıq. Darkness isə qaranlıq deməkdir. Hər biri isimdir. 17'də yenə bizdən ismi istəyir. İsmi tapmamızı istəyir. B variantında hot isti, necə isti, sifətin mənasını verir. Ona görə B çıxdı. D variantında məsələn big var, heavy var. Hər biri sifətdir. Y variantında clean var, məsələn sifətdir. C variantı qalsın. A variantında da demək sweet var. Getdi. Cavab qaldı C variantı. Silver, gümüş, wool, deməli yol, bent isə bunların hər biri isimdir. Qalanlar isə sifətdir. Dilim dolaşdı. 18'də yenə bizdən isimlər istəyir. Şaşırdıqmı isim testində bizdən ismi istəməsə? Xeyr, şaşırmadıq. Demək, A variantında beautiful var, B variantında long var, C variantı qalsın, D variantında funny var, Y variantında da useful var. Çıxdıqlarımın hər biri sifətdir.
Amma C variantındakilərin hər biri isimdir. Basket, səbət, lesson, dərs, çalqısa mürəkkəbdir. Mürəkkəb bu belə qələmi batırıb da istifadə etdiyimiz mürəkkəb. Həmin o mürəkkəb mənasını verir. 19'da da yine bizden isimləri seçməyimizi istəyir. Thankful burada nədir? Sifətdir. Dangerous sifətdir. Sleepless gördüğünüz kimi dostlar sifətdir. Lonely də tənha deməkdir. Sifətdə cavab B variantı. 20. sualda yine bizdən compound yəni mürəkkəb isimləri istəyir. Taste burada friendship bunlara çıxırıq. Çünki taste sadədir. Friendship düzəltmədə çıxdı. Sonra C variantında tion var çıxa bilərsiniz. D variantında hood var çıxdınız. Ondan sonra burada A variantında da dom var çıxdı. Cavab qaldı Y variantı. 21'də də sizdən mürəkkəb isimləri istəyir. Habit'e çıxa bilərsiniz A variantında. B variantı qalsın. C variantında store, D variantında tion şəkilçisi var. Məsələn, onu çıxa bilərsiniz. Y variantında da nes şəkilçisi var. Cavab qalır B variantı. 21'də yenə sizdən mürəkkəb, 22'də yenə sizdən mürəkkəb isimləri istəyir. Polisini A variantından və menti çıxa bilərsiniz. B variantından hoodla ship'i çıxa bilərsiniz. C variantında ing'ni çıxa bilərsiniz. D variantında tionla handle'ı çıxa bilərsiniz. Cavab qalır Y variantı. 23'də fərqli sualda sizdən ismin söz sonu şəkilçilərini istəyir. Yəni ismə aid olan şəkilçiləri istəyir. A variantı qalsın. B variantında nə full nə də less ismin şəkilçiləri deyil. Səthindir. Ondan sonra each məsələn ismin deyil. Ten və yaxud da ki ly ismin şəkilçisi deyil. Aus da ismin şəkilçisi deyil. Cavab qalır A variantı. Nesmen, dom, ship, hood, ion, tion, sion dediğimiz şəkilçilərdir. Məsələn, bayaq sadaldığımız shiplə hood, yəni ismin şəkilçilərdir. 24'də sizdən mürəkkəb isimləri istəyir. Birincidə domu çıxırsınız. Ondan sonra tionu çıxırsınız. Postman mürəkkəbdir. Seaport mürəkkəbdir. Countryside-da mürəkkəbdir. Cavab qalır D variantı. 25'də yenə sizdən isimləri istəyir. İsimləri tapmalısınız. B variantında old, qədim, köhnə, yaşlı mənasını verir, getdi. Funny, əyləncəli deməkdir, getdi. Clean, təmiz deməkdir, getdi. Late, burada nə var? Late isə gec deməkdir. Məsələn, getdi, cavab qaldı. A variantı. Girl, qız, boy, oğlan. Toy isə niyə belə getdi? Oyuncaq deməkdir. Əlimizdəydi. Deməli, 26-cı suala keçirik. Bizdən mürəkkəb isimləri istəyir. Bayaq gördünüzdə German, Roman, Human, Norman. Bunlar nə idilər? Sonu mənfi məndən bitsə belə sadə isimlər idi. Ona görə 3'e birbaşa çıxırıq. 5'i də çıxırıq. Men şəkilçisi var. Ondan sonra deməli 2'lərə çıxdıq. Və 5'ləri də çıxdıq. Meadow isə sadədir, getdi. Cavab qalır 1 və 4. Yəni Y variantı. 27'də bizdən isimlər seçməyimizi istəyir. Məsələn, klassik və ancient sifətliler A variantı getdi ona görə. B qalsın. C'də angry, məsələn, dangerous var. C variantı getdi. Komikdə həmçinin. D variantında expensive getdi. Y variantında da brave getdi. Cavab qaldı A variantı. 28'de yine bizden isimler seçməyimizi istəyir. A variantına longo çıxa bilərsiniz. B variantında qalsın. C variantında foggy'ni çıxa bilərsiniz. D variantında delicious. Y variantında isə clever. Cavab qalır B variantı. 29'da sizdən yenə isimləri istəyir. Deməli, burada wealthy-ni çıxa bilərsiniz. A variantında, B variantında scary, D variantında amazing, Y variantında historical çıxa bilərsiniz. Cavab qalar B variantı.
30-da sizdən mürəkkəb isimləri istəyir. A variantından hoodla domu çıxırsınız. Sonra B variantında servantla got çıxır. Y variantında qalsın. Daha doğrusu bulvarda, tamam, gördüm. Lemonade burada sadədir, getdi. Y variantında isə nesə çıxırsa cavab qalır. D variantı schoolgirl və whiteboard. Sizdən isimləri istəyir. Smart ağıllı deməkdir. Sifətdir. Ona görə biri və biri çıxırsınız, yəni A-nın C-ni çıxırsınız. Simple sadə deməkdir. Ona görə ikiləri çıxırsa cavab qalır. B variantı tireddə yorğun deməkdir. Onu çıxdıqda zaten cavab qalır. 32-ci sualda sizdən ismin şəkilçiləri, yəni ismin söz son şəkilçilərini istəyir. Ten, ly ismin şəkilçisi deyil. Aus ismin şəkilçisi deyil. Ment, dom, nes, ment, dom, sheep, hood, ion, tion, yəni yadımıza salıq. Bunlar ismin şəkilçilərdir. Les ismin şəkilçisi deyil. Full da ismin şəkilçisi deyil, nə də ici. Deməli, 33-cü suala baxırıq. Bizdən sadə isimləri istəyir. A variantında məsələn dom var, getdi. B variantında ship var, getdi. Y variantında ment var. D variantında ion var. Cavab qalır Y variantı. Bayaq bu əzbərlədiyimiz nes, ment, dom, ship, hood, ion, məsələn tion, sion, bunların hamısı ona görə sizə lazımdır ki, belə tez bir şəkildə çıxış edə biləsiniz. 34-də yenə sizə mürəkkəb isimləri istəyir. A variantı nədir? İkincisində foul, sadədir, getdi. Ondan sonra tion var, 3-də 3'ü çıxırsınız. Və ment var, 5'i çıxırsınız. Cavab qalır C variantı. Firework, housekeeper və counterpart. Bunların hər biri nədir? Mürəkkəbdirlər. 35'də yenə sizə mürəkkəblər istəyir. Deməli, vision çıxdınız. İkiləri çıxırsınız. Ondan sonra nickname qalsın. Tion'u çıxırsınız. Yəni 4'ü çıxırsınız. Və or şəkilçisini çıxırsınız. Cavab qalır C variantı. 36'da sizdən düzəltmələri istəyir. Məsələn, burada nəyə çıxa bilərsiniz? Downside mürəkkəbdir. 6 olanlara çıxdınız. Eagle isə sadədir. 4 olanda çıxsa cavab qalır D variantı. Yenə creation var. Tion şəkilçisi var. Ondan sonra ly şəkilçisi var. Və burada da men şəkilçisi var. Yəni decorative, yəni düzəltmə sözlərdirlər. 37'də yenə sizdən düzəltmələri istəyir. A variantını götürürsünüz. Çünki men şəkilçisi var. Yəni 1 ilə başlayanlar olacaq. Effort sadə isimdir. 2 olanlar çıxır. Ondan sonra spaceship də mürəkkəbdir. Onu çıxırıq. Cavab qalır Y variantı. 38'e sizin sadə bunu izah edəndə qeyd etmək yadımdan çıxıb dostlar. Deməli, Diamond sadə isimdir. Ona görə getdi. Ondan sonra burada yəni society'ni falan hamısını çıxa bilərsiniz B variantında. D variantında masterpiece mürəkkəbdir. Y variantında da ment var. Sizdən sadə isimləri istəyir. Cavab qalır C variantı. Ondan sonra 39 bizdən nə istəyir? Sadə isimləri istəyir 39 bizdən. Deməli, nələrə çıxa bilərik buradan? Packing-i məsələn çıxa bilərik A variantında. Daha sonra buradan nəyə çıxa bilərik? Simple istəyir, deyilmi? Creativity-ni çıxa bilərik. Ondan sonra selection, ion var məsələn, onu çıxa bilərik. Və burada məsələn multitask'a çıxa bilərik. Cavab qalar C variantı. 40-cı sualda bizdən sadə isimləri istəyir. Məsələn,
Obesity-ni A variantından çıxa bilərik. B variantından iyon var, onu çıxa bilərik. C variantında tion var, onu çıxa bilərik. D variantı qalsın. Y variantında isə supporting, surrounding var, daha doğrusu onu çıxa bilərik. Cavab qalar D variantı. 41-ci sualda bizdən yenə isimləri istəyir. Məsələn, Holly sifətdir, çıxdı. Ondan sonra tiny, balaca deməkdir, çıxdı. Unique, o da anxious, məsələn, bunlar hamısı sifətdir, çıxdı. Ondan sonra burada cavab qalar D variantı. Y variantında nəyə çıxa bilərsiniz? Curious. Ümumiyyətlə, Oğuz ismin şəkilçisi deyil. Sonra 42-yə baxıram. Yenə isimləri istəyir. Sensitive çıxdım. Ondan sonra precious çıxdım. Daha sonra C variantında məsələn affordable çıxa bilərsiniz. Vaxt aparan deməkdir. Yəni onun Azərbaycan dilinə tam tərcüməsi nədir? Affordable. Yəni çox vaxt sərf edəcəyiniz bir şey. Və Y variantında isə curious-a çıxarsa cavab qalar D variantı. 43-cü suala baxırıq. Yenə bizdən isimləri istəyir 43-də. Məsələn, ultramodern sifətlə getdi. Curious sifətlə getdi. Sonra nominate çıxa bilərsiniz burada. Daha sonra nəyə çıxa bilərsiniz? D variantında wealthy çıxa bilərsiniz. Cavab qalar Y variantı. 44-də baxırıq. 44-də yenə bizdən isimləri istəyir. Burada baxaq görək. Servant çıxdı. Sufficient, daha doğrusu servant neydi? Çıxdı. Spiritual çıxdı. Essential çıxdı. Tərcümə edəmədim. Addicted da çıxdı. Cavab qalır Y variantı. 45-ci sualda yenə bizdən isimlər istəyir. Nə qədər eyni sualdan qoyublar? Hamısı demək olar ki, eyni sualdır. 45-də deməli 45-də A variantı qalsın. B variantında obese var. Həm də magnificent var, daha doğrusu. C variantında expensive. D variantında adapted. Y variantında isə analytical var. Cavab qalır A variantı. 46-cı suala baxıram. Yenə məndən isimləri seçməyimi istəyir. Stressful A variantında çıxdı. Ondan sonra curious C variantından çıxdı. Scary D variantında. Y variantında isə regiusu çıxa bilərik. Cavab qalar B variantı. 47-ci sualda yenə bizdən isimləri istəyir. Deməli, A variantında nəyə çıxa bilərsiniz? Terrific-i çıxarsınız ya da artificial-ı çıxa bilərsiniz. Experience qalsın, yəni isimdə o. 47-də bizdən isimlər istəyirdi. C variantında nəyə çıxa bilərsiniz? Hospitality-ni çıxa bilərsiniz. D variantında memorable çıxa bilərsiniz. Y variantında isə exhausted çıxa bilərsiniz. Cavab qalar B variantı. 48-də sizdən yenə isimləri seçməyinizi istəyir. A variantında safe çıxa bilərsiniz. B variantında məsələn worldwide, yəni dünyaca tanınmış deməkdir, onu çıxa bilərsiniz. Ondan sonra C variantı qalsın. D variantında ideal çıxa bilərsiniz və Y variantında da terrific çıxa bilərsiniz. 48-ə cavab qalar C variantı. 49-da deməli yenə isimlər istəyir. Fashionable A variantından çıxdı. B variantı qalsın. C variantında hurricane çıxa bilərsiniz.
Sonra D variantında injury de çıxa bilərsiniz. Y variantında isə şeydir, grandiose, tərcümə yox, tələffüz edə bilmədim. Cavab qaldı B variantı. 50-ci sualda yenə sizdən isimləri istəyir. Bezməyin suallardan. Deməli, akademik getdi, glamorous getdi. Sonra C variantında məsələn overloaded çıxa bilərsiniz. D variantı qalsın. Y variantında isə innovative çıxa bilərsiniz. Cavab qalar 50-də D variantı. 51-də sizdən sufiksləri istəyir. 51-də birisi sizdən nə istəyir? Maraqlı testi bu, sevdiyim testi. Deyir ki, sözlərin sonuna ship şəkilçisi qoşaraq düzəltmə söz yaradın. Hansı sözlərin sonuna ship şəkilçisi qoşula bilər deyir. Məsələn, leadership'in sonuna, yəni leadership deyilən bir söz var. Chargeship deyilən söz yoxdur, ona görə ikilərə çıxırsınız. Ondan sonra championship var. Kingship deyilən bir şey yoxdur. 4'e çıxırsınız. Və friendship deyilən bir şey var. Cavab 1, 3, 6 yəni D variantı olur. 52'də sizdən isimləri seçməyinizi istəyir. İsimlər də burada nədir? Remedy və permission. Yəni nə olacaq? A variantı olur. 53'də sizdən yenə isimləri seçməyinizi istəyir. Deməli, interesting'i çıxdınız, boring'i çıxdınız. Bu sailing'dir də hər halda isimdir. Building'də isimdir. Surprising isə sifətdə çıxdı. 2, 4 cavab A variantıdır. Deməli, burada turun sözünə, tur sözünün sonuna sufiks artırmalıyıq. Yəni söz sonu şəkilçi artırıb təzə söz əmələ gətirməliyik. Məsələn, burada nə ola bilər? Turist və yaxud da ki, turizm ola bilər. Cavab 4, 5, yəni B variantı. Real, deməli biz real sözünün sonuna çətin gəlməsin dostlar, asan dərsində real sözün sonuna elə şəkilçilər qoymalıyıq ki, biz ondan yeni söz yaradaq. Məsələn, realhood deyilən bir şey yoxdur. Realizm ola bilər və yaxud da ki, reality ola bilər. Cavab 3, 4, yəni D variantıdır. Burada da deyir ki, 56'da liderlə frienddən hər ikisinə uyğun söz sonu şəkilçi tapacağıq. Yəni hər ikisindən də yeni söz yarada bilən şəkilçini tapmalıyıq. Məsələn, leaderment, friendment deyilən bir şey yoxdur da. Bunlar hər birininki ship olar. Leadership və friendship. Cavab Y variantıdır. Burada da conduct və sail var. Bunların hər biri siz nəyə yora bilərsiniz? Yəni peşəyə yora bilərsiniz. Sailor və conductor ola bilər. Yəni bir dənə belə deyək də qulaq aşinalığınız da olmalıdır da. Məsələn, sailhood və ya da ki conductorhood deyilən bir, yəni qulağa uyğun gəlmir. Qulaqda harmoniyası yoxdur və ya da ki sailment və ya da ki conductorment, yəni qulaq aşinalığı, qulaq harmoniyasına belə deyim, uyğun deyil. Amma məsələn baxın, sailor, conductor, yəni tələffüzümü çətinlik olmadan edə bilirəm. 57'də cavab D olacaq. 58'də development, enjoyment deməli ola bilər. Cavab B variantı. 59'da bizdən yenə move ilə agree'yə ortaq sufiks istəyir. Movement və agreement. Cavab A variantıdır. 60'da bizdən yenə hər birinə servant və assistant G variantı olacaq.
61-də isimləri bizdən seçməyimizi istəyir. A variantı qalsın. B variantında terrible. C variantında active. Ondan sonra D variantında polite. Y variantında attractive çıxır. Cavab qalır 61-də A variantı. 62-ci suala baxıram. Yine bizdən isimləri istəyir. Tağlanı A variantından çıxdım. B variantı deməli cruel çıxır buradan. C variantında tiny, D variantında highly, Y variantı bizim doğru cevabımız 62'de. 63. sualda da yine her birine ortak sufiks istəyir. Strong T, long T olar. Yani B variantı olar. Təfsir edə bilmədim. Artıq neçə dəqiqələrdir dayanmadan danışdığıma görə ümid edirəm üzrlü sayarsız dilimin dolaşmasını və birinci belə deyim dərs izahıdır. Ona görə də dilim dolaşır. Yəni sizin yüksək özürlərinizi sizdən yüksək özür istəyirəm. Danışa bilmirəm artıq. 64-cü suala keçək. 64-cü sualda da yine sizden isim istəyir. Musical A variantına getdi. B variantını nəzərdən keçirəm, hamısı isimdir. C variantında Holly-ni çıxırıq. B variantında məsələn nəyə çıxa bilərəm? Patriotic-i çıxa bilərəm. Y variantında isə unique-i çıxa bilərəm. Cavab qalar 64-də B variantı. 65-də də yenə bizdən isimləri istəyir. Tabii ki isim istəyəcək isim testində. Deməli A variantında deməli ignorant-ı çıxa bilərəm. B variantında foreign-ı çıxa bilərəm. Ondan sonra D variantında freezy. Y variantında massive. Cavab qalar Y variantı. 66-da isimləri istəyir bizdən. Deməli well versed isim değil. A variantından çıxdıq. Sonra representative çıxa bilərəm. C variantında nəyə çıxa bilərəm? C variantını saxlayıram. Hamısı isimdir. D variantında full-da çıxa bilərəm və essential çıxa bilərəm. Daha doğrusu essential çıxa bilərəm. Y variantında isə çıxıram nəyi? Impolite cavab qalır C variantı. 67-ci suala baxıram. Yenə məndən isimləri istəyir. 67-ci sual. A variantı qalsın. B variantında talkative var. C variantında free var. D variantında honest. Y variantında angry. Cavab qalır A variantı. 68-də nəyi çıxıram? 68'də A variantında deməli A variantında justify çıxdım. B variantında deməli B variantında bir də mən su içim. Dostlar boğazım qurudu. B variantında appraise çıxdıq. C variantında deməli C variantında da çıxdıq paid'in. Ondan sonra D variantını da curious'a çıxdıq. Value, pressure, caution. Bunların hər biri isimdir. 69'da neçə oldu bu? 72 dənə az qalıb. 69'a bizden isimler istəyir. Yine A variantında bilingual, B variantı deməli B variantında support, daha doğrusu finance niye çıxdım mən? Support'u. C variantında
Deməli, C variantı qalsın. Y variantında confident, old və hating çıxdıq. Y variantında isə letədir bu. Letəymiş. Cavab C variantı. Yoruldum mən. Belə özün işləyəndə çox yorulmursan. Çünki danışmırsan da. Danışmaq da bir nə deyirlər? Bir effort, bir yəni nə deyirlər ona? Zaman və effort tələb edir danışmaqda. Hal-hazırda Azərbaycan dilində danışa bilmirəm. Sonra 70'dən bizdən yenə mürəkkəb isimləri istəyir. A variantında or var, çıxdı. B variantında ence şəkil var, çıxdı. Ondan sonra C variantında tion var. D variantı qalsın. B variantında isə həm tion var, həm də defense. 72. Bizdən düzəltmə isimləri istəyir. Excuse çıxıram A variantından. B variantından nə çıxa bilərəm? B variantından baxıram. Land slide çıxa bilərəm. Sonra C variantı qalsın. D variantında B variantında podcast və injustice çıxa bilərəm. Y variantında isə nəyə çıxa bilərəm? Approach çıxa bilərəm. 72'ye baxıram. Mürəkkəb isimləri istəyir. Computer, package, corrections. A variantı qalsın. B variantında, daha doğrusu B variantında trade çıxır. C variantında might çıxır. D variantında deməli buradan progress çıxır. Y variantı isə fate çıxacaq. 72'də cavab qalır. A variantı. Belə dostlar, 72 dənə sual idi. İsimlərin morfolojik olaraq testi. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Amma yenə dediyim kimi, videonun başında qoyduğum izahdakı qeydləri götürün özünüz üçün. O qeydləri istifadə edin, onları öyrənin. Öyrəndikdən sonra video izahına baxın. Yəni çünki mən təsəvvür edin, siz heç bir şey bilmirsiniz və sizin yanınızda oturan uşaq çıxdaş edir. A variantında don var, B variantında hud var, C variantında nes var. Yəni ona görə birinci öğrenin. Yine dediğim gibi orada çok öğrenecek bir şey yoktu. Sadece sade düzeltme mürəkkəbin ingilisində sözünü öğreneceksiniz. Şəkilçilər yazmışam, şəkilçiləri öğreneceksiniz. Mentli sadələri, şipli mürəkkəbləri və menli sadələri öğreneceksiniz. İsmin morfolojik xüsusiyyəti də sizin üçün bu qədər olacaq. Başqa əlavə hər hansı bir şeye ehtiyacınız yoxdur. Gələn dəfə isə digər bölməni sizinlə işləyəcəm dostlar. Yəni isimlərin təkləri, cəmləri, cəmlənməsi və s. bunları sizinlə yenə ilk öncə video izahı, daha yəni videonun başlarında dərsiniz, daha sonra isə testin izahı olacaq. Ümid edirəm ki, sizin üçün faydalı oldu, yararlı oldu. Başa düşmədiyiniz, sizin üçün qaranlıq qalan hər nə varsa kommentlər yaza bilərsiniz. Hər türdən yardım etmeye, kömək etmeye çalışacağım. Sağ olun, salamat qalın.